Veyp istifadə edən yeniyetmələr arasında son dövrlərdə popkorn xəstəliyinin yayılması ciddi narahatlıq yaradır. Veypin insan sağlamlığı üçün digər təhlükəsi isə tərkibindəki diasetil adlı kimyəvi maddə səbəbindən yaranan popkorn xəstəliyidir. Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi bilgi yayıb. Verilən bilgidə deyilir ki, həmin xəstəlik veyp istifadə edən yeniyetmələr arasında tənəffüs sistemi ilə bağlı sağlamlıq problemlərinə səbəb olur. Xəstəliyin adı isə çox maraqlıdır, popkorn. Bəs niyə popkorn? Çünki xəstəliyin təsiri ilə ağciyərlərdən gələn səs popkorn xırtıltısını xatırladır. Diasetil maddəsi qida sənayesində aromatizator kimi istifadə edilir və təhlükəsiz sayılır. Lakin veyp mayelərinə əlavə olunaraq inhalyasiya edildikdə, yəni nəfəsə çəkildikdə tənəffüs yollarına ciddi zərər vurur. Popkorn xəstəliyi özünü əvvəlcə adi bir respirator infeksiya kimi göstərir. Quru öskürək, nəfəs darlığı, döş qəfəsində ağrılar, halsızlıq və bəzən yüksək temperaturla müşahidə olunur. Lakin zamanla vəziyyət pisləşir və ağciyərlərdə geriyə dönməz dəyişikliklər baş verir. Unutmayaq ki, 39 ölkə veyp, yəni elektron siqaretin istifadəsini tamamilə qadağan edib. 82 ölkə isə yalnız ciddi tənzimləmələr əsasında satışına icazə verir. Əgər sağlamlığınızı qorumaq istəyirsinizsə, veypdən imtina etmək ən düzgün addım olacaq. Unutmayaq ki, sağlamlığınız ən qiymətli sərvətinizdir, deyə bilgidə qeyd olunur. Elçin Şuşalı, Qafqaz TV üçün.